Fizika sevərlər. LS Türk Soru Bankasından sual izahlarımızla davam edirik. Ağırlıq qüvvəsinin təsiri altında hərəkət mövzusundan belə bir məsələ işləyək. Sürtünmələrin önəmsənmədiyi bir ortamda bir cisim V0 sürəti ilə atılanda qarşı divarda L nöqtəsinə dəyir. Baxın, buradan atılanda gəlir L nöqtəsinə. Buna görə cismin hızının böyüklüyünü yarıya indirib, yəni 2 dəfə azaltsaq, bu zaman atsaq gəlib hansı nöqtəyə dəyəcək. Baxın, K-dan elə qəbul eləyək ki, tutalım 1H düşüb. Gəlin, baxaq, iki divar arasında da bu el-uçuş məsafəsi dəyişməyəcək onsuz da. Yəni, buradakı nöqtələrin hansına dəyirsə dəysin, yenə el-uçuş məsafəsi eyni olacaq. El-uçuş məsafəsini düsturun yazaq. V0 vurulsun kökün altında 2H bölünsün J. V0'ı tapaq. El-uçuş bölünsün kök altında 2H bölünsün J. Düzdürmü? Aha. Deməli, burada V0 H-la necə asılıdır? Tərs asılıdır. Özə kök altı ilə tərs asılıdır. İndi mənə deyir ki, yarıya indirək. Yəni, sürəti 2 dəfə azaldaq. Sürəti mən 2 dəfə azaltsam, hündürlük onunla tərs asılı olduğuna görə artacaq. Amma nə qədər artacaq? Kök altı ilə tərs asılı olduğuna görə 2 dəfə azalırsa, hündürlük 4 dəfə artmış olacaq. Aha. Deməli, birinci halda, məsələn, H qədər düşdü, K-dan elə gəldi. İndi 4 dəfə. Yəni, sürəti 2 dəfə azaldanda hündürlük 4 dəfə artmalıdır. Baxaq. 1H düşdü, L-dən M-ə 1H, M-dən N-ə 1H, N-dən P-yə də 1H. Yəni, 4H düşməlidir. Gəlib hara? P nöqtəsinə dəyəcək. Olacaq C variantı.